Sabahınız və vaxtınız xeyir, ailəsin efirində Ağıl Dəryası başladı. Xoş gördük. Bugün Ağıl Dəryasında 7-ci mövsümün 6-cı oyunundayıq. Əziz abituriyentlər, əgər siz də Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarıc vasitəsilə layihəmizin prodüseri Nazimlə əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və hansı məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz AYNS. AYNS-in özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleşousunda iştirak etmə hüququ qazanırsınız. Və nəzərinizə çatdırım ki, tədris ilinin sonunda qalib gələn iştirakçımıza sürpriz hədiyyəmiz olacaq. Odur ki, qeydiyyatdan keçib iştirak edib qalib olmağa tələsin. Bugün də 9 iştirakçım var və bu 9 iştirakçım bir-biri ilə ağıl, bilik, savad yarışına çıxacaqlar və sonunda bir nəfər qalibimiz olacaq. Odur ki, iştirakçılarımızla ayrı-ayrılıqda tanış olaq. Xəzər Hüseynov, İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbi. 3-cü ixtisas qrupu üzrə hazırlaşır. Xüsusi xidmət orqanında çalışmaq istəyir. Dediyinə görə Ağıl Dəryasının bütün buraxılışlarını izləyib. Boş vaxt tapan kimi kitab oxuyur. Amma söhbət bədii kitablardan getmir. Xəzər dərslikləri oxuyur. Ən çox gəzmək istədiyi ölkə Türkiyədir. Elnur Aslanlı, Bakı şəhəri 67 saylı orta məktəb. 2-ci ixtisas qrupu üzrə İqtisad Universitetinə Beynəlxalq Münasibətlər Fakültəsinə hazırlaşır. Boş vaxtlarında tarixi əsərlər oxuyur və futbol oynayır. Barselona azarkeşidir. İsveçrəni gəzib şəkil çəkdirmək böyük arzularındandır. Ən sevdiyi siyasətçi Məhəmməd Əmin Rəsulzadədir. Əbdül Bağırov, Bakı şəhəri Zəkalar Liseyi. 1-ci ixtisas qrupu üzrə Bakı Ali Neft Məktəbinə hazırlaşır. Əbdül boş vaxtlarında film izləyir və kitab oxuyur. İmkan tapan kimi Norveçə səyahət edəcəyini deyir. Ən böyük arzusu məşhur şəxs olmaqdır. Ən çox bəyəndiyi tarixi şəxsiyyət Şah İsmayıl Xətaidir. Rəvan Əliyev, Balakən rayonu Humanitar və Texniki Fənlər Təmayüllü Lisey. 3-cü ixtisas qrupu üzrə Azərbaycan Diplomatik Akademiyasına hazırlaşır. Hüquqşünas olmaq istəyir. Boş vaxtlarında hekayə və şeirlər yazır. Rəvan deyir ki, bir dəfə İtaliyada olsam heç dərdim olmaz. Ən çox sevdiyi yazıçılar Nizami Gəncəvi ilə Məsəti Gəncəvidir. Hafiz Abdullayev, Mingəçevir şəhəri 3 saylı orta məktəb. 3-cü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinə hazırlaşır. Hüquqşünas olmaq istəyir. Boş vaxtlarında bədii kitablar oxuyur. Türklərə xüsusi rəğbəti var. Ən çox sevdiyi türk isə Mustafa Kemal Atatürkdür. Yazıçılar arasında Səməd Vurğuna vurğun olan Hafiz, Ağıl Dəryasında qalibiyyətə çox inanır. Pərvin Hüseynov, Balakən rayonu Humanitar və Texniki Fənlər Təmayüllü Lisey. 1-ci ixtisas qrupu üzrə Qafqaz Universitetinə hazırlaşır. Kompüter mühəndisi olmaq istəyir. Boş vaxtlarında bədii əsərlər oxuyur və filmlər izləyir. Ən çox sevdiyi Azərbaycan filmi Nəsimi filmidir. Ən çox gəzmək istədiyi ölkə İspaniya olan Pərvin, Ağıl Dəryasında qalibiyyətə 70% inanır. Əzizə Quliyeva, Bakı şəhəri 58 saylı tam orta məktəb. 3-cü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin Filologiya Fakültəsinə hazırlaşır. Boş vaxtlarında ekologiya ilə bağlı maraqlı məlumatlar toplayır. Keçilən fənlər arasında ədəbiyyatı çox sevir. Ən çox sevdiyi siyasətçi Heydər Əliyev, müəllif isə Cəlil Məmmədquluzadədir. Əzizə hətta ekologiya üzrə yarışların birində respublikada birincilik qazanıb. Elçin Rüstəmov, Balakən rayonu Humanitar və Texniki Fənlər Təmayüllü Lisey. 1-ci ixtisas qrupu üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə hazırlaşır. Boş vaxtlarında kitab oxuyur və intellektual oyunlara baxır. Digər intellektual oyunlarda da iştirak edən Elçinin ən çox sevdiyi fən fizikadır. Gəzmək arzusunda olduğu ölkə isə İngiltərədir. Ceyhun Hüseynov, Bakı şəhəri Zərfə Əliyev adına lisey. 2-ci ixtisas qrupu üzrə Azərbaycan Diplomatik Akademiyasına hazırlaşır. Ceyhun boş vaxtlarında futbolla maraqlanır. Azarkeşlik elədiyi komanda Qarabağdır. Gəzmək arzusunda olduğu ölkə isə İspaniyadır. Oyunumuza birinci turla başlayacağıq. Birinci turun qaydaları belədir. Birinci turda 10 sual səsləndirəcəm. Səsləndirdiyim sualların 4 cavab variantı olacaq və düzgün cavabı seçməyiniz üçün sizə müəyyən vaxt verəcəyik. Vaxt bitdikdən sonra qonq səsi eşidəcəksiniz. Qonq səsini eşitdikdən sonra düzgün cavabı seçib göstərə bilərsiniz. Birinci turun 3-cü və 6-cı sualından sonra birinci turdakı nəticələrinizi söyləyəcəm. 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlıdır. 10-cu sualımız ənənəvi milli mahnı və musiqilərlə bağlı suallardır. Və birinci turdan yalnız 6 nəfər ikinci tura keçə biləcək. Diqqətli olun. Çalışın ki, düz cavablarınızın sayı çox olsun ki, ikinci tura keçmə şansınız da o qədər çox olar onda. Birinci turun birinci sualı belədir. Ədədi qiymətcə elektrik sahəsinin verilmiş nöqtəsində vahid müsbət yükə təsir edən qüvvəyə bərabər olan kəmiyyət necə adlanır? Elektrik sahəsinin intensivliyi, potensiallar fərqi, gərginlik, yoxsa elektrik hərəkət qüvvəsi? Buyurun, vaxt getdi.
Vaxt bitdi. Birinci sualımıza 4 nəfər səhv, 5 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı A. Elektrik sahəsinin intensivliyi olacaqdı. İkinci sualımızsa belədir. Litosferin nisbətən sabit, bərkimiş və böyük hissələri necə adlanır? Geosinklinal, tektonik hərəkətlər, meandr, yoxsa platforma? Buyurun, vaxt getdi. Vaxt bitdi. İkinci sualımıza 8 nəfər düz, 1 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı D. Platforma olacaqdı. Üçüncü sualımıza keçməzdən öncə xatırlatmaq istəyirəm ki, üçüncü sualdan sonra birinci turdakı ilkin nəticələrinizi söyləyəcəm. Diqqətli olun, sualımız belədir. Ora əsil sənin yerindir. Cümləsində ədat hansı məna növündə işlənib? Məhdudlaşdırıcı, dəqiqləşdirici, qüvvətləndirici, yoxsa əmr? Buyurun, vaxt getdi. Vaxt bitdi. Üçüncü sualımıza 2 nəfər səhv, 7 nəfər düz cavab verdi və sualımızın düzgün cavab variantı B. Dəqiqləşdirici olacaqdı. Birinci turun 3-cü sualından sonra nəticələriniz belədir. Xəzər, Əbdül, Hafiz, Ceyhun. Sizin hərənizin 3 xalı var və ilk dörtlükdəsiz Elnur, Pərvin, Elçin. Hərənizin 2 xalı var, ardıcıllığı bu cür davam etdirirsiniz. Rəvan və Əzizə. Sizin hərənizin 1 xalı var, 8-ci, 9-cu yeri bölüşdürürsünüz. 4-cü sualımızsa belədir. Çexiyada qusçular hərəkatı neçənci ildə başlayıb? 1419-cu ildə, 1420-ci ildə, 1421-ci ildə, yoxsa 1422-ci ildə? Buyurun, vaxt getdim. Vaxt bitdi. Dördüncü sualımıza 4 nəfər düz, 5 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı A. 1419-cu ildə olacaqdı. 5-ci sualımız belədir. İnsanda baş beynin nitqlə bağlı şöbəsi hansıdır? Uzunsov beyin, baş beynin böyük yarımkürələri, beyincik, yoxsa ara beyin? Buyurun, vaxt getdi. Vaxt bitdi. 5-ci sualımıza 6 nəfər səhv, 3 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı B. Baş beynin böyük yarımkürələri olacaqdı. 6-cı suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, 1-ci turun 6-cı sualından sonra 2-ci nəticələrinizi söyləyəcəm. Diqqətli olun, sualınız belədir. Mirzə Möhsün Mirzə Fətəli Axundovun hansı əsərinin qəhrəmanıdır? Hekayət-i Müsyo Jordan və Dərviş Məstəli Şah, Hekayət-i Mərdi Xəsiz, Hekayət-i Xırs Quldurbasan, yoxsa Aldanmış Kəvakib? Buyurun, vaxt getdi. Vaxt bitdi. 6-cı sualımıza 8 nəfər düz, 1 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı D. Aldanmış Kəvakib olacaqdı. Birinci turun 6-cı sualından sonra ikinci nəticələriniz belədir. Hafiz 6 xalla birincisən, təbrik eləyirəm, yaxşı nəticədir. Əbdül 5 xalla ikincisən, Xəzər, Elnur, Ceyhun. Sizin üçünüzün 4 xalı var və ardıcıllığı bu cür davam etdirirsiniz. Rəvan, Pərvin, Əzizə və Elçin. Sizin səhərənizin 3 xalı var, sıralamanı bu cür davam etdirirsiniz. 7-ci sualımızsa belədir. Bunlardan hansı alüminium təbii birləşməsidir? Azurit, pirit, sfalerit, yoxsa nefelin? Buyurun, vaxt getdi. Vaxt bitdi. 7-ci sualımıza Elnur, səndən başqa heç kim düz cavab verə bilmədi və sualımızın düzgün cavab variantı D. Nefelin olacaqdı və bu alqışlar da sənin üçün idi. Çox təəssüf ki, 8 iştirakçımız bu sualı düz tapa bilmədi. 8-ci sualımızsa belədir. Hekayə janrının gözlənilməz nəticə ilə qutaran ən yığcam şəkli necə adlanır? Povest, novella, oçerk, yoxsa roman? Buyurun, vaxt getdi.
bitdi. 8-ci sualımıza 5 nəfər səhv, 4 nəfər düz cavab verdi və sualımızın düzgün cavab variantı B. Novella olacaqdı. 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlı olan sualdır. Burada İngilis dili ilə bağlı biliklərinizi yoxlayacağıq. Görək kim ingilis dilini bilir, kim bilmir. Sualımız belədir. Your room is not nöqtələr as mine, very big, as big, biggest, yoxsa biggest than. Buyurun, vaxt getdi. Vaxt bitdi. 9-cu sualımıza, ingilis dili ilə bağlı olan ənənəvi sualımıza 2 nəfər səhv, 7 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı B. As big olacaqdı. 10-cu sualımız milli mahnı və musiqilər ilə bağlı olan ənənəvi sualdır. Vaxt itirmədən səs rejissorumuz Asifdən xahiş eləyək ki, mahnını səsləndirsin. Bu mahnının bəstəkarı kimdir? Cahangir Cahangirov, Tofiq Quliyev, Elza İbrahimova, yoxsa Oktay Kazımi? 10-cu sualımıza, milli mahnı və musiqilərlə bağlı olan sualımıza 3 nəfər düz, 6 nəfər səhv cavab verdi. Dinlədiyiniz mahnının adı Biz Mehriban Ailəyik adlanırdı. Bu mahnı Qaynana filmindən bir parçaydı. Mahnının bəstəkarı Tofiq Quliyev idi. Bu mahnının sözləri dəyərli şairimiz Fikrət Qocanındır. Möhtəşəm ifa isə dahi sənətkarımız Akif İslamzadəyə məxsus idi. Çox təəssüf ki, 6 nəfər iştirakçımız sualımıza düz cavab verə bilmədi. Birinci turun yekun nəticələri isə belədir. Hafiz 8 xalla birincisən və artıq ikinci turdasan. Xəzər, Əbdül, Əzizə, Ceyhun. Sizin hərənizin 6 xalı var və adını çəkdiyim bu 4 iştirakçı da artıq ikinci tura keçdi. Sizi də təbrik edirəm. Elnur və Rəvan, sizin hərənizin 5 xalı var. Əlavə sual turuna qaldınız. Sizin ikinizdən yalnız bir nəfər ikinci tura keçə biləcək. Pərvin və Elçin, sizin hərənizin 4 xalı var. 8-9-cu yerləri bölüşdürürsünüz. Çox təəssüf ki, ikinci tura keçə bilmədik. Elnur və Rəvan, əlavə sual turundasınız. İkinizdən yalnız bir nəfər ikinci tura keçə biləcək. Diqqətli olun, əlavə sualımız belədir. Rusiya və Gürcüstan arasında 5 günlük müharibə neçənci ildə baş verib? 2007-ci ildə, 2008-ci ildə, 2009-cu ildə, yoxsa 2010-cu ildə? Buyurun, vaxt getdi. Vaxt bitdi. Artıq ikinci tura keçən iştirakçımızın adı mənə bəllidir. Rəvan, çox təəssüf ki, bu sən deyilsən, çünki əlavə sualımıza səhv cavab verdin. Elnur, səni təbrik eləyirəm. Sualımıza düz cavab verərək ikinci tura keçə bildin. Sualın düzgün cavab variantı B 2008-ci ildə olacaqdır. Ağıl Dəryasının ən gərgin, ən həyəcanlı turu olan ikinci tura başlayırıq. Diqqətiniz bizdə olsun. Artıq ikinci turdasınız. İkinci tura keçməniz münasibəti ilə sizi təbrik edirəm. İkinci turun qaydaları belədir. İkinci turda hər birinizə ayrı-ayrılıqda 1 dəqiqə vaxt verəcəm və bu 1 dəqiqə ərzində sizə blitz suallar təqdim edəcəm. Kim daha çox sualla cavab versə, onun üçüncü tura keçmə şansı da bir o qədər çox olacaq. Adətən iştirakçılarımız ikinci turda həyəcanlanırlar, gərginləşirlər. Amma bunlar lazım deyil. Çalışın ki, sərbəst şəkildə sualları dinləyəsiniz, suallara qulaq asıb, fikirləşib düzgün cavabı verəsiniz. Yəni, tələsmək lazım deyil, təmkinli olmaq lazımdır. Və biz ikinci tura Hafiz sənlə başlayacağıq. Əhvalın necədir? Sağ olun. Neçə yaşın var? 16. Hardan gəlmirsən? Mingəçevirdən. Kürün qırağında istirahət elədinmi bu yay? Biraz istirahət edim. Yəni, biraz çox niyə istirahət eləmədin? Dərsə meyilimi saxlayırdım. Yəni, dərs oxuyurdun. Bəli. Bütün iştirakçılarımız yalan gerçək deyirlər ki, yayda bütün gün dərs oxuyurduq. Amma cavablardan sonra məlum olur ki, sən demə onlar dərs filan oxumayıblar. Elə bütün günü bəziləri kürün qırağında balıq tutublar, bəziləri televizordan müğənnilərə baxıblar və s. və ilaxır. Mingəçevir məktəblərində neçə manatdan fond pulu yığırlar? Bizim məktəblərdə yığılmır, amma digər Hansı məktəblərdə yığılır? Bilmirəm. Qonşu şəhərlərdə, qonşu rayonlarda, qonşu kəndlərdə olurmu? Qonşu şəhərlərdə olur, bəli. Olurmu? Eşitmisənmi? Bəli. Nə eşitmisən? Fond pulu yığmaq. Neçə manatdan yığırlar onlar? 5 manat, 10 manat. Onlarda azad
Bazar iqtisadiyyatıdırmı? Mən çox maraqlıdır. Onlar özləri bilər. Orada fond pulu bazarı özü-özünü tənzimləyə bilirmi? Yəqin tənzimləyir. Neçə olmaq istəyirsən? Hüquqşünas. Niyə məhz hüquqşünas? Mən öz Məsələn, istəyim. iqtisadçı ola bilərdin, bankda işləyə bilərdin, nə az nə çox 25%-lə xalqa kredit paylaya bilərdin. Marağım yoxdur. Hazırsansa başlayaq. Hafiz, bir dəqiqə vaxtın getdi. Amerika Birləşmiş Ştatları prezidenti Harry Truman öz siyasətini necə adlandırırdı? Pas. Ədalətli xətt. İnsanda yaddaş neçə yaşından sonra zəifləməyə başlayır? 30. 50. İngilis dilində bəstəkar sözü necə səslənir? Pas. Kompauza. Müəyyən dərinlikdə qalaraq tədricən soyub kristallaşmış suxurlar necə adlanır? Pas. İntruzif suxurlar. Nigeriyanın paytaxtı hansı şəhərdir? Pas. Abuja. 962-ci ildə Qəznəvi dövlətinin əsasını kim qoyub? Alttacan. Düzdür. Sözlərin və cümlələrin təsir gücünü Ədad. qüvvətləndirən Ədad. köməkçi nitq hissəsi necə adlanır? Ədad. Düzdür. Əti sənin sümüyü mənim komediyasının müəllifi kimdir? Əbdülən Bəyaquliyev. Nəcəf bəy Vəzirov. Newton hansı fiziki kəmiyyətin ölçü vahididir? Newton. Qüvvə. Qüvvə. Düzdür. Müqəddəs Yelen adası hansı okeanda yerləşir? Sakit okean. Atlantik okeanda. Hafiz, bir dəqiqə ərzində 10 sual səsləndirdim, sən isə 3-ünə düz cavab verdin. Biraz aşağı nəticədir. Çalış, nəticələrinin yüksək olması üçün daha çox oxu, daha çox çalış. Bilmək olmaz, bəlkə də bu 3 düz cavab səni 3-cü tura apara bilər. Növbəti iştirakçımız Xəzərsən, sən əhvalı necədir? Yaxşıyam, siz necəsiz? Biz də yaxşıyıq. Hardan gəlmişsən oyunumuza? İsmail rayonu. Orada vəziyyət necədir? Orada yaxşı. Fond pulunun maya dəyəri nə qədərdir orada? Fond pulu yoxdur. Bəs nə pulu var? Heç pul yox, pul yığılmır. Bəs pulun yerinə nə verirsiniz? Pulu nə əvəzləyir orada? Pulu Bir kənd Təhsil. toyuğu, süddən, qatıqdan, quzu ətindən, cücədən. Belə şeylər əvəzləyirmi? pulun əvəzi yoxdur. Pulu heç nə əvəz eləmir İsmayılda. Ümumiyyətlə nə pul yoxdur, nə əvəzi yoxdur. Yaxşı, olsun. Xoşuma gəldi bu. Hazırlıqların aylıq məvacibi nə qədərdir İsmayılda? 20-25 manat. 20-25 manat. Çox ucuzdur. Bəli. Yəni əməlli başlı sezon endirimidir orada. Bütün Bakılı şagirdlər qorx ki, gedib İsmayılda hazırlaşmağa cəhd eləsinlər. Oradakı müəllimlər də qiyməti bundan sonra qaldırsınlar. Belə şey ola bilərmi? Yəqin ki, olar. Nə yaxşı elə ucuzdur? Həmişə belə olur. Rayon yeri olduğuna görə Bəli. orada ucuzdur. Həm də insanlar orada bir-birini tanıyır deyə qiymət oxuya bilmirlər bir-birinə. Bəli. Neçə olmaq istəyirsən? Dövlət qulluğunda işləməkdir. Keçən sınaqlara gedirdinmi? 11-ci sinifin TQK sınağına getmişdim. Nə qədər bal yığmışdın? 455 bal. İndi görək bu həqiqətdirmi, yoxsa efir naminə deyilən sözdürmü? Hazırsansa başlayaq. Başlayaq. Xəzər, bir dəqiqə vaxtın getdi. Hansı qurğuda yanacağın daxili enerjisi mexaniki enerjiyə çevrilir? Transformatorda, yoxsa reaktiv mühərrikdə? Transformatordur. Reaktiv mühərrikdə. Qazanılmış manat nağılı nağılların hansı növünə aiddir? Məişət nağılları. Düzdür. İspaniyada bidətçilikdə təqsirləndirilən adamların tonqalda yandırılması necə adlanırdı? Pas. Autodafi. Təkamül prosesində ilk dəfə hansı orqanizmlərdə ifrazat sistemi yaranıb? Pas. Yassı qurdlarda. İngilis dilində qarışqa necə səslənir? Ənt. Düzdür. Ölkələr arasında mübahisəli əraziləri ayıran sərhəd necə adlanır? Demoqrafik sərhəd. Demarkasiya xətti. Vyetnamın paytaxtı hansı şəhərdir? Pas. Hanoy. Rusiyada 1905-1907-ci illərdə burjua demokratik inqilabının başlanğıcı tarixə hansı adla düşüb? Qanlı bazar hadisəsi. Qanlı Bazar günü. günü. Ağ Liman əsərinin müəllifi kimdir? Cəfər Cabbarlı. Anar. Mədənin selikli qişasının iltihabı necə adlanır? Pas. Qastrit. Geoloji inkişafın son mərhələsi hansıdır? Pas. Fanerozoik. 1122-ci ildə hansı müsəlman əmirliyi ləğv edildi? Tiflis. Tiflis müsəlman əmirliyi düzdür. Xəzər, bir dəqiqə ərzində 12 sual səsləndirdim, sən isə 4-ünə düz cavab verdin. Bizim 6-cı sualımız belə idi ki, ölkələr arasında mübahisəli əraziləri ayıran sərhəd necə adlanır? Nə cavab vermişdin? Demoqrafik sərhəd. Demoqrafik sərhəd şəhərlər arasında mübahisəli əraziləri ayıran xəttə deyilir, amma ölkələr arasında mübahisəli əraziləri ayıran xəttə demarkasiya deyilir. Çox təəssüf ki, buna düz cavab verə bilmədin. Növbəti iştirakçımız Əbdülsən, sən əhvalı necədir? Yaxşıyam, çox sağ olun. Siz necəsiniz? Biz də yaxşıyıq. Neçə olmaq istəyirsən? Neft mühəndisi olmaq istəyirəm. Harda işləmək istəyirsən? Yəqin ki, Sokarda. Niyə məhz Sokarda?
Çünki Azərbaycanda ən yaxşı məncə neft sahəsində şirkəti sokardı. Fond pulu yığan direktorlara münasibəti necədir? Normal. Niyə normal? Yəqin ki, onlar da bir səbəb üçün yığır. Necə? Yəqin ki, onlara dövlət bəlkə kömək eləmir, onun üçün yığır. Yox. Dövlət təhsil haqqında qanuna görə, nizamnaməyə görə məktəblərə aid bütün ləvəzmatları maddi baxımdan təmin eləyir. Amma lakin bəzi işbaz müəllimlər, məktəb rəhbərləri var ki, qeyri-qanuni formada, qeyri-legal formada şagirdlərdən, valideynlərdən pul yığırlar. Yəni bunu da gətirib bağlayırlar dövlətin adına. Bu qəti formada qanun pozuntusudur. Hazırsansa başlayaq. Başlayaq. Əbdül, bir dəqiqə vaxtın getdi. Suxurların ərinti halında olduğu kipliyin nisbətən azaldığı təbəqə necə adlanır? Pas. Astenosfera. Xudafərin körpüsü neçənci ildə salınıb? 1027. Düzdür. İngilis dilində türkü sözü necə səslənir? Düzdür. Hansı ədatlar tərkibində olduğu cümlənin sonundakı durğu işarəsinə təsir edir? Əmr ədatları. Sual ədatları. Malyariya paraziti insanın hansı toxumasının hüceyrələrini daha çox zədələyir? Pas. Birləşdirici. Verilmiş kütləli cismin sürətini 3 dəfə artırdıqda onun kinetik enerjisi neçə dəfə artar? 9 dəfə. Düzdür. Albaniya Respublikasının paytaxtı hansı şəhərdir? Tirana. Düzdür. Bayram oldu şeirinin müəllifi kimdir? Pas. Molla Pənah Vaqif. Dünyanın ən quraq səhrası hansıdır? Saxara. Atakama. Əgər bağlayıcısı feilin hansı şəklinin işləndiyi cümlənin tərkibində olur? Şərt. Düzdür. Salarilər dövlətinin əsası neçənci ildə qoyulur? Pas. 941-ci ildə çiçək yatağının böyüyüb artmasından əvvələ gələn meyvələrə nə deyilir? Pas. Yalancı meyvələr. Əbdül, bir dəqiqə ərzində 12 sual səsləndirdim, sənsə 5-inə düz cavab verdin. Hələ ki, digər iştirakçılara nəzərən nəticən ən yüksəkdir. Görək indi bu nəticə ilə 3-cü tura keçə biləcəksən, yoxsa yox. 4-cü sualımız belə idi ki, hansı ədatlar tərkibində olduğu cümlənin sonundakı durğu işarəsinə təsir edir? Cavabın nə idi? Əmr ədatları. Əmr ədatları tərkibində olduğu cümlənin sonundakı durğu işarəsinə təsir edə də bilər, etməyə də bilər. Amma sual ədatları mütləq formada tərkibində olduğu cümlənin sonundakı durğu işarəsinə təsir eləyir. Ona görə də düzgün cavab sual ədatları kimi götürülür. Ağıl dəryasında reklamlardır. Reklamlar bitdikdən sonra qaldığımız yerdən davam eləyəcəyik. Növbəti iştirakçımız Əzizə, sən əhvalın necədir? Yaxşı, sağ olun. Siz necəsiz? Biz də yaxşıyıq. Neçə olmaq istəyirsən? Mən filologiya fakültəsinə hazırlaşıram. Filoloq. Bu yaxınlarda bir Azərbaycan dili kitabı paylaşıldı. Daha doğrusu Azərbaycan dili kitabındakı 8-ci sinif Azərbaycan dili kitabındakı tapşırıq böyük səs-küyə səbəb oldu. İndi gələcəyin filoloqu kimi münasibətin necədir o tapşırığa? Gəl belə deyək, danışıq dilinin tapşırıq formasında Azərbaycan dili kitablarına gətirilməsinə yaxşı mı baxırsan? Xeyr, məncə kitablar ədəbi dil normalarına tabe olmalıdır. Fikirləşirsən ki, biz elə Nizaminin, Füzulinin dilində danışmalıyıq, eləmi? O qədər də qəliz yox, amma ki, hər gündəlik həyatda işlətdiyimiz sözü kitabda məncə olmamalıdır. Fond pulu yığırlarmı sizin məktəbdə? Bizdə yığılıb 5-ci, 6-cı sinifə kimi, amma indi yox. Böyüdünüz, özünüzü dərk elədiniz, fond pulu da yığmadılar, eləmi? Yox, idarə etmədən asılıdır bu məncə. Hazırsansa başlayaq. Başlayaq. Əzizə, bir dəqiqə vaxtın getdi. Sacilər sülaləsinin nümayəndələri hansı ləqəbi daşıyırdılar? Afşin. Düzdür. Hindu və zəncilərin nikahından doğulanlar necə adlanırlar? Pas. Sambo. Onurğanın əsasən hansı şöbəsindəki fəqərələrin sayına görə insanı məməlilər sinifinə aid etmək olar? Pas. Boyun. Əgər sözlərin bir neçə hecası bir-biri ilə səsləşirsə, belə qafiyələr necə adlanır? Həm qafiyə. Zəngin qafiyələr. İngilis dilində sərçə sözü necə səslənir? Swallow. Sparrow. Port-au-Prince şəhəri hansı dövlətin paytaxtıdır? Pas. Haiti. 4-cü qrup elementlərinin arasında hansı element yer qabığının mühüm elementi hesab olunur? Flor. Silisyum. Səadət Zailə hekayəsinin müəllifi kimdir? Pas. Məhəmməd Hadi. Dan dən şəkilçiləri ismin hansı halının şəkilçiləridir? Çıxışlıq. Düzdür. Şərqi İngiltərədə Robert Kettin başçılığı ilə üsyan neçənci ildə baş verib? Pas. 1549-cu ildə. Mənşəyə görə düzənliklər neçə yerə bölünür? 2. Düzdür.
Əzizə, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sən isə 3-ünə düz cavab verdin. İndi birazdan biləcəyik, görək 3-cü tura keçə biləcəksən, yoxsa yox. Növbəti iştirakçımız Ceyhun, sənsən əhvalın necədir? Çox sağ olun, yaxşıyam. Siz necəsiniz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Gələcəkdə diplomat olmaq istəyirəm. Ölkəmizi hansı ölkədə təmsil eləmək istəyirsən? Hər hansısa bir şərq ölkəsində. Niyə məhz şərq ölkələrindən birində? Çünki mənə elə gəlir ki, şərq ölkəsi daha məqsədə uyğun olar. Niyə məqsədə uyğun? Digər ölkələr Yəni mənə məqsədə elə gəlir uyğunsuzluq ki, yaşayır. Çin gələcəkdə ən güclü inkişaf eləmiş ölkə olacaq və belə bir ölkədə ölkəmizi təmsil etmək Hansı çox ölkə? yaxşı olardı. Çin. Çin. Bəli. Çin indi inkişaf eləməyib bəyəm. Yəni dünyanın ən güclü inkişaf etmiş ölkəsi deyil hələ. Yaxın günlərdə bir video yayıldı. O videodan bizə məlum oldu ki, Çinli qardaşlarımız plasmasdan, yəni plastik əşyalardan düyü istehsal edirlər. Bəli, bilirəm. Ağlı nə kəsir onlardan? Yəni ola bilər. Nə ola bilər? Düz Onun edirlər. diplomatiya sahəsinə heç bir aidiyyatı Yox, yox. bilirəm. Mən bu demədim ki, bu diplomatik əlaqələrimizə uyğundur, uyğun deyil və s. və ilə axır. Sadəcə bu düzgündürmü? Axı bu insan sağlamlığına zərərlidir. Xeyr, düzgün deyil əslində. Bax, Çinə gedəndə, Çində yaşayası olsan, mütləq bax buna fikir ver, diqqət elə. Ola bilərmi ki, bax Çinə gedəsən, orada işləyəsən, orada qalasan, bir Çinli qızla da evlənəsən? Xeyr, ola bilməz. Niyə? Çünki belə düşünmürəm. Qəşəng deyirlər ona görə. Yox, belə düşünmürəm. Yəni orada yaşamağı düşünmürəm. Bəs Ömürlük. necə düşünürsən? Yəni Yəni- müvəqqəti işləyib Yəni qayıdasan. sonra qayıdacam. Onların bir neçə ildən mətbəxi xoşuna gəlirmi? Yəni bizim insanlarda belə bir fikir var ki, Çinlilər ilan qurbağa yeyirlər. Yox, xeyr, əlbəttə hamısı ilan qurbağı yemir. Yəni normal yeməklər də var. Türk restoranları da var. Hə, Yəni Çinə ona gedib Türk görə- restoranına yemək yemək istəyən bir insan kimi tarixə düşmək istəyirsən. Bəli, Əla. Hazırsansa başlayaq. başlayaq. Ceyhun, bir dəqiqə vaxtın getdi. Sözlərin qrammatik cəhətdən bir-biri ilə əlaqələnmə bağlılığına nə deyilir? Uzlaşma, Sintaktik əlaqə. Çiçəkli bitkinin toxumunda ehtiyat qida maddələri adətən harda toplanmır? Ləpələrdə yoxsa tumurcuqda? ləpələrdə, Tumurcuqda. Hadisələrin epik təsviri üstünlük təşkil edən əsər necə adlanır? pas, Epik lirik əsər. Qədim Misirdə qullar necə adlandırılırdı? pas, Canlı ölülər. İngilis dilində azarkeş necə səslənir? spektakülər, Fan. Yerin heyvanlar aləminə verilən ümumi adı hansıdır? biosfer, Fauna. Hündür və alçaq sözləri leksik baxımından Antonim. necə sözlərdir? antonim, Düzdür. Eylər müxəmməsinin müəllifi kimdir? pas, Qasım bəy Zakir. Bolqarıstanın paytaxtı hansı şəhərdir? Budapeşt, Sofiya. Kimyada elektronu necə işarə edirlər? mənfi, mənfi, E ilə işarə eləyirlər. Onurğalıların ən cavan sinfi hansıdır? quşlar, Düzdür. Atlantik okeanın ən iri və dərin dənizi hansıdır? Karib, Düzdür. Uzun Həsənin anası Sarı kimdir? Xatun, Düzdür. Ceyhun, 13 sual səsləndirdim, sənsə 5-inə düz cavab verdin. Elnur da suallarına cavab versin, görək. 3-cü tura kimlər keçir? Elnur, əhvala necədir? Sağ olun, yaxşı olasınız. Nəşə olmaq istəyirsən? Diplomat, Oyunumuza hardan gəlmirsən? Bakı şəhərindən. Biraz almanlara bənzəyirsən. Ola bilər. Hansı ölkədə işləmək istəyərdin? İsveçrədə. Niyə məhz İsveçrə? Siyasi baxımdan daha sakit regiondur. Münaqişə ocaqlarından kənarda olduğu Axı, üçün. siyasətdə işləyən insanlar sakitçilik yox, daha çox hakü istəyirlər. Xeyr, Yəni siyasət haküyü sevir. o region sakitdir, mənim oradan xoşum gəlir, ona görə orada işləmək istəyirəm. Sən turist kimi getmək istəyirsən ora? Xeyr. Yəni Çalışma. ora elə dedin ki, yəni sakitdir, sanki dincəlməyə gedirsən ora. Xeyr. Bizim təhsilimizdə nə çatmır? Bizim təhsilimizdə praktik cəhətdən zəifdir. Təcrübə keçmək üçün şərait yaxşı deyil. Xeyr. Ona görə də məcbur olub xarici ölkələrə gedirlər. Hazırsansa başlayaq. Elnur, bir dəqiqə vaxtın getdi. Maral hansı dəstəyə aiddir? Təşdırnalılar, Cüt dırnaqlılar. Fransada 1799-cu ilədək işlənən pul vahidi hansıdır? pas, Livr. Cəlil Məmmədquluzadə harada doğulub? pas, Naxçıvanda. Grenlandiya adası hansı okeanda yerləşir? Şimal buzlu okean, Düzdür. İngilis dilində uzunqulaq sözü necə səslənir? Donkey, Düzdür. Azərbaycan əlifbasında neçə dodaqlanan sayt var? 4, Düzdür. Əsərin mərkəz xətti ilə bilavasitə əlaqəsi olmayan, hadisələrin inkişafına ciddi təsir göstərməyən və oxucunun nəzərinə az çarpan sürət Pas, necə pas. adlanır? pas, Epizodik surət. Fizikanın işıq hadisələrini öyrənən bölməsi necə adlanır?
Pas. Optika. Yeni Zelandiyanın paytaxtı hansı şəhərdir? Wellington. Wellington. Düzdür. Göyərçinin quyruq hissəsindəki lələkləri necə adlanır? Pas. Sükan lələkləri. İslamı qəbul etmiş xristiyan gənclərdən ibarət xüsusi qvardiya olan qulamlar Səfəvilərin ordusunda idi, yoxsa Şirvanşahların? Səfəvilər. Düzdür. Elnur, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sənsə 5-nə düz cavab verdin. İndi biləcəyik kimlər 3-cü tura keçdi, kimlər yox. 2-ci turun yekun nəticələri belədir. Elnur, Əbdül, Ceyhun. Sizin üçünüzün 5 xalı var, artıq 3-cü turdasınız, təbrik eləyirəm. Xəzər 4 xalla, 4-cü sən, Hafiz və Əzizə. Sizin səhərənizin 3 xalı var, çox təəssüf ki, 3-cü tura keçə bilmədiniz. Artıq 3-cü tura başlayırıq. Bu turda qalibimizi müəyyən eləyəcəyik. Ona görə də ekrana daha yaxın əyləşin. Əbdül, Ceyhun, Elnur, sizi təbrik edirəm. Artıq 3-cü turdasınız. 3-cü turun qaydaları belədir. 3-cü turda 4 kateqoriyamız var. Hər kateqoriyadan hərənizə bir sual səsləndirəcəm. Sizə səsləndirdiyim suala, yəni öz sualınıza düz cavab verdiyiniz halda hesabınıza 2 xal yazılacaq. Öz sualınıza səhv cavab verə bilərsiniz, pas deyə bilərsiniz. Buna görə hesabınızdan xal çıxılmayacaq. Əgər oyuncu yoldaşınız öz sualına düz cavab verməzsə və siz oyuncu yoldaşınızın sualına düz cavab verdiyiniz halda hesabınıza 3 xal yazılacaq. Əgər hesabınızda xal varsa, oyuncu yoldaşınızın da sualına səhv cavab verirsinizsə, hesabınızdan 1 xal çıxılacaq. Yəni 3-cü tur riskli turdur. Risk edib etməyəcəyinizi yaxşı-yaxşı düşünün. Beləliklə 3-cü turun ilk kateqoriyası 100 ölç 1 biç adlanır. 100 ölç 1 biç kateqoriyasının birinci sualı Əbdül sənə səslənir. Sual belədir. Gabriel Garcia Marquez bu əsəri 2 ilə yazıb tutarsa da, deyilənlərə görə onun üzərində 16-17 il düşünüb. Romanda Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilib. Söhbət Nobel mükafatlı müəllifin hansı əsərindən gedir? 100 ilin tənhalığı. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. 100 ölç 1 biç kateqoriyasının ikinci sualı Ceyhun sənə səslənir. Sual belədir. Bu Osmanlı sultanı 46 il hakimiyyətdə olub və Möhtəşəm 100 il tarixi serialında hadisələr onun hakimiyyəti dövründə cərəyan edir. Türk dünyasının yeganə hökmdarıdır ki, Amerika Birləşmiş Ştatları senatında şəkili var. Sələfi Sultan 1. Səlim olan bu Osmanlı sultanına tarixçilər hansı ləqəbi veriblər? Hansı ləqəb? Bilmirəm. Pas. Buyur Elnur. Qanuni Sultan Süleyman. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 3 xal yazdırdım. 100 ölç 1 biç kateqoriyasının son sualı Elnur elə sənə səslənir. Sual belədir. Tarixə 100 illik müharibə adı ilə düşən müharibənin gedişində baş verən bu döyüşdə fransızlar sadəcə çox olsalar da ingilislərə məğlub olurlar. Hətta ingilislər Fransa kralını da əsir alırlar. Tarixdə ərəblərlə franklar arasında da eyni adda döyüş olub. Söhbət 100 illik müharibənin hansı döyüşündən gedir? Pas. Buyur Əbdül. Pas. Buyur Ceyhun. Pas. Söhbət Poitiers döyüşündən gedir. Təəssüf ki, heç biriniz bu suala düz cavab verə bilmədiniz. 100 ölç 1 biç kateqoriyasından sonra nəticələriniz belədir. Ceyhun 0 xalın var. Əbdül 2 xalın var. Elnur 3 xalla hələlik birincisən. İkinci kateqoriyamız dost dosta tən gərək adlanır. Dost dosta tən gərək kateqoriyasının birinci sualı Əbdül sənə səslənir. Sual belədir. Bəstəkarı Tofiq Quliyev olan bu mahnı hansı Azərbaycan filmində səslənir? Cavab variantın varmı Əbdül? Pas yoxdur. Buyur Ceyhun. Pas. Buyur Elnur. Qızmar Günəş altında. Səhv cavabdır və hesabından bir xal çıxıldı. Dinlədiyiniz mahnı Bəxtiyar filmindən idi və mahnının adı Dostluq mahnısı adlanırdı. Bəstəkarı isə Tofiq Quliyev idi. Çox təəssüf ki, heç biriniz bu suala düz cavab verə bilmədiniz. Dost dosta tən gərək kateqoriyasının ikinci sualı Ceyhun sənə səslənir. Sual belədir. Soruşdun halımı, məmnunəm ey dost. Ciyər parə, ürək pürxunəm ey dost. Gəl aşiqlik sözün məndən kənar et. Sən ol Leyli ki, mən məcnunəm ey dost. Bu misraların müəllifi kimdir? Füzuli.
Səhv cavabdır. Buyur Elnur. Pas. Buyur Əbdül. Pas. Bu misraların müəllifi Nizami Gəncəvi idi. Çox təəssüf ki, buna da heç biriniz düz cavab verə bilmədiniz. Əslində çox asan sual idi. Dost dosta tən gərək kateqoriyasının son sualı Elnur sənə səslənir, sual belədir. Gide Maupassant'ın bu əsərinin baş qəhrəmanı Georges Duroi'dır. O xəyalpərəst, vicdanlı və qadınları cəlb edən yaraşıqlı biridir. Həmin əsəri Maupassant 1885-ci ildə qələmə alıb. Ən maraqlısı isə odur ki, kitabların pulunu aldığı gəmini də müəllif bu əsərin adı ilə adlandırıb. Söhbət hansı əsərdən gedir? Pas. Buyur Əbdül. Pas. Buyur Ceyhun. Cavab variantım yoxdur. Söhbət Əziz Dost əsərindən gedirdi. Çox təəssüf ki, buna da düz cavab verə bilmədiniz. Dost dosta tən gərək kateqoriyasından sonra nəticələriniz belədir. Ceyhun 0 xalın var, Əbdül və Elnur sizin səhərənizin 2 xalı var. Üçüncü turun 3-cü kateqoriyası 6 deyil 7-dir adlanır. 6 deyil 7-dir kateqoriyasının birinci sualı Əbdül sənə səslənir, sual belədir. Rejissoru Tofiq Tağızadə olan bu film xalq şairi Səməd Vurğunun Komsomol poemasının motivləri əsasında çəkilib. Filmdə inqilabın qələbəsinə inanan və bunun üçün canlarından belə keçməyə hazır olan qəhrəman oğulların həyatı təsvir olunur. Senari müəllifi Yusuf Səmədoğlu olan bu film hansıdır? 7 oğul istərəm. Tamamilə doğrudur, səni təbrik edirəm, hesabına 2 xal yazdırdım. 6 deyil 7-dir kateqoriyasının ikinci sualı Ceyhun sənə səslənir, sual belədir. Dünyanın 7 möcüzəsindən hansılar dövrümüzə qədər qalıb? Məncə 6-sı qalıb. Adlarını deyə bilərsənmi? Piramidalar, Misir piramidaları, İskəndər mayakı. Bunlar mı? O birlər yadımda deyil. Səhv cavabdır. Buyur Elnur. Tac Mahal, Misir ehramları. Cavabını dəqiqləşdir və bütöv şəkildə de. Konkret hansılar? İskəndər mayakından başqa digər Dünyanın 7 möcüzəsindən hansılar dövrümüzə qədər qalıb? Hansılar? Neçəsi demirik. Hansılar bugünümüzə qədər qalıb soruşuruq. hamısını pas, hamısını deyə bilməyəcəm. Buyur Əbdül. Pas. Əslində Ceyhun və Elnur, siz cavaba yaxınlaşdınız, sadəcə bütöv bir fikir söyləmədiniz. Sualın düzgün cavab variantı Xeops ehramı və Tac Mahal idi. Yəni Misir ehramları qeyd elədiniz, amma adı konkret demədiniz. Elnur sən də Tac Mahal dedin və Misir ehramları dedin. Sonra dedin ki İskəndər mayakı, sonra dedin ki sadalaya bilməyəcəksən. Son qəti bir cavab vermədiniz. Ona görə də heç birinizin cavabını düz cavab kimi qəbul eləyə bilmərəm. 6 deyil 7-dir kateqoriyasının son sualı Elnur sənə səslənir, sual belədir. Bu qəbirstanlıq Şamaxı ərazisindədir. Tarixi 150 ildir. 1911-ci ildə vəfat edən Mirzə Ələkbər Sabir bu qəbirstanlıqda dəfn olunub. Söhbət hansı qəbirstanlıqdan gedir? Pas. Buyur Əbdül. Pas. Buyur Ceyhun. 7 təpə. Səhv cavabdır. Söhbət 7 günbəz qəbirstanlığından gedirdi. 6 deyil 7-dir kateqoriyasından sonra nəticələriniz belədir. Ceyhun 0 xalın var, Elnur 2 xalın var, Əbdül 4 xalla hələlik birincisən. Son kateqoriyamız Qatar gəlir uzaqdan adlanır. Qatar gəlir uzaqdan kateqoriyasının birinci sualı Əbdül sənə səslənir, sual belədir. Bu mahnının sözləri Ramiz Rövşən, musiqisi Mobil Babayevə məxsusdur. Xalq artisti Flora Kərimovanın ifasında populyarlıq qazanan həmin mahnı hansıdır? Pas. Buyur Ceyhun. Pas. Buyur Elnur. Pas. Söhbət Bu qatarın dalınca baxma mahnısından gedirdi. Təəssüf ki, heç biriniz buna da düz cavab verə bilmədiniz. Qatar gəlir uzaqdan kateqoriyasının ikinci sualı Ceyhun sənə səslənir, sual belədir. Bu film 1990-cı ildə Natiq Rəsulzadənin İntihar edənin qeydləri əsəri əsasında çəkilib. Rejissoru Əbdül Mahmudov olan bu filmdə Əfqanistanda hərbi xidməti başa vurandan sonra evə qayıdıb quldur dəstəsinə qoşulan gəncin acı taleyindən danışılır. Fəxrəddin Manafovun da çəkildiyi həmin film hansıdır? Qatar yolları. Səhv cavabdır. Buyur Elnur. Pas. Buyur Əbdül. Pas. Asan sual idi. Çox təəssüf ki, heç biriniz düz cavab verə bilmədiniz. Bəlkə də baxmısınız bu filmə dəfələrlə. Söhbət Gecə qatarında qətl filmindən gedirdi. Qatar gəlir uzaqdan kateqoriyasının son sualı Elnur sənə səslənir. Bu suala düz cavab versən
Əbdüllə xalın eyni olacaq və əlavə sual turu vasitəsilə qalibimizi təyin eləyəcəyik. Diqqətli ol. 1895-ci il dekabrın 28-də Parisin Kapusinlər bulvarında Grand Cafe adlanan məkanda Lumière qardaşlarının ilk kino seansı baş tutdu. Bu film tamaşaçılara pulla göstərilən ilk kino film olub. Film hətta o qədər tamaşaçılara təsir edib ki, onlar nümayiş zamanı qorxub yerlərindən qaçıblar. Söhbət hansı filmdən gedir? Pas. Buyur Əbdül. Pas. Buyur Ceyhun. Pas. Söhbət La Ciotat vağzalına qatarın gəlməsi filmindən gedirdi. Təəssüf ki, heç biriniz bu suala da düz cavab verə bilmədiniz. Və 3-cü turun yekun nəticəsi belədir. Ceyhun 0 xalın var, Elnur 2 xalın var, Əbdül 4 xalla 7-ci mövsümün 6-cı oyununun qalibi sən. Səni, valideynlərini, müəllimlərini və dostlarına təbrik edirəm ki, səni kimi ağıllı, savadlı gəncə sahibdilər. Ceyhun və Elnur, siz isə üzülməyin. Yaxşı mübarizə apardınız, 3-cü tura qədər gəldiniz, amma çox təəssüf ki, bu dəfə alınmadı. Bugün Ağıl Dəryasında 7-ci mövsümün 6-cı oyununun sonuna gəldik, çatdıq. Əziz 11-ciləri, əgər siz Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarıc vasitəsilə layihəmizin prodüseri Nazimlə əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və hansı məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz INS TV. INS-in özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleshowsunda iştirak etmək hüququ qazanırsınız. Onu da nəzərinizə çatdırım ki, tədris ilinin sonunda qalibimizi sürpriz hədiyyəmiz gözləyir. Odur ki, qeydiyyatdan keçib iştirak eləyib qalib olmağa tələsin. Bu həftə isə məndən bu qədər. Harda olmağınızdan asılı olmayaraq ağlınızın iti olmağı diləyilə. Hələlik.